Xoş gördük, hörmətli tamaşaçılar. Sizə aprelin 3-nə olan hava proqnozunu təqdim edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısa müddətli az yağış yağacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti müşahidə ediləcək. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində isə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qara keçəcək, gecə və səhər arabir duman müşahidə ediləcək. Gündüz əksər rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını təqdim etdik. Bizdən bugünlük bu qədər. Görüşənədək.